Hörmətli xanım sədr, dəyərli həmkarlar, bugün müzakirəmizə təqdim olunan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə Ədliyyə Nazirliyinin illik məruzəsi Azərbaycanın yerli özündarə etmə sistemində keyfiyyətcə yeni bir mərhələnin mənzərəsini yaradır. Son 2 ildə bələdiyyə sistemində köklü və məqsədyönlü islahatların aparılması, xüsusilə də bələdiyyələrin birləşməsi nəticəsində onların sayının 1606-dan 685-ə enməsi, suverenliyimizin tam bərpasından sonra ilk bələdiyyə seçkilərinin keçirilməsi və yeni bələdiyyələrin formalaşması bu məruzənin aktuallığını və çəkisini daha da artırdı. Artıq bugün ölkəmizdə daha iri, daha güclü, insanal potensiala malik və rəqəmsal transformasiyaya qədəm qoymuş, vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək iqtidarında olan bələdiyyələr fəaliyyət göstərməyə başlayıb. Məruzədə bələdiyyə aktları ilə bağlı əks olunmuş statistika onu göstərir ki, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən inzibati nəzarət tədbirləri sadəcə nəzarət mexanizmi deyil, bələdiyyələrin hüquqi bazasının möhkəmləndirilməsi, onların fəaliyyətinin qanunun tələblərinə uyğun qurulması vasitəsinə çevrilib. Təqdirə layiq bir haldır ki, bələdiyyə aktlarının 97,2%-i qanunvericiliyə tam uyğun hesab edilib ki, bu da yerli özündarə etmə orqanlarının məsuliyyətinin artdığını göstərir. Məruzənin ən müsbət məqamlarından biri də bələdiyyələrin maliyyə müstəqilliyinin artmasıdır. Bu, özünü yerli büdcə gəlirlərinin ötən ilin 9 ayının yekunları üzrə təxmini hesablanmış həcmində və dinamikasında özünü göstərir. Belə ki, ötən ilin qeyd edilən dövründə bələdiyyələrin yerli büdcə gəlirləri təxminən 43 milyon manatdan çox olub, onlardan yerli vergilərdən daxil olmalar 24 milyon manatdan çox təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,4% artım deməkdir. O cümlədən torpaq vergisi üzrə yığımlar 23,8%, əmlak vergisi üzrə yığımlar isə 29,5% artmışdır. Sevindirici haldır ki, bələdiyyə büdcələrinin yarısından çoxunu təşkil edən həmin vergilər ildən ilə artmaqdadır ki, bu da onların saxlanılması, ərazilərində müvafiq layihələrin reallaşdırılması, vətəndaşların sosial sifarişlərinin yerinə yetirilməsi üçün maliyyə bazasını möhkəmləndirir. Bununla əlaqədar bələdiyyələrin büdcə gəlirlərinin bu cür əhəmiyyətli artımında Ədliyyə Nazirliyinin rolu və dəstəyi xüsusi olaraq qeyd olunmalıdır və bu dəstək yalnız maliyyə ilə məhdudlaşmır. Çünki məruzədən də bəlli olur ki, Ədliyyə Nazirliyi konkret olaraq müvafiq qanunvericiliyin tətbiqində bələdiyyələrin üzləşdiyi problemləri müəyyən edir, onların həlli yollarını axtarır, yerli özündarə etmə orqanlarına metodoloji və praktiki yardım formasında köməklik göstərir. Məruzənin diqqət çəkən məqamlarından biri də bələdiyyə idarəçiliyində rəqəmsallaşmanın tətbiqidir. Yeni texnologiyalar əsasında təkmilləşdirilən bələdiyyələrlə iş informasiya sistemi vasitəsilə bələdiyyə aktlarının qəbulundan tutmuş, vətəndaş müraciətlərinə qədər bütün proseslərin yaxın zamanda avtomatlaşdırılması həm inzibati nəzarət tədbirlərinin gücləndirilməsindən, həm də bələdiyyələrin gündəlik fəaliyyətinin təkmilləşdirilməsindən xəbər verir. Bununla yanaşı bir təklif də vermək istərdim. Məlum olduğu kimi, hal-hazırda bələdiyyələr yeni tərkibdə fəaliyyət göstərir. Bu səbəbdən onların tədrisi və maarifləndirilməsi məsələsinə daha böyük diqqət yetirilməlidir, tədris prosesi və üsulları təkmilləşdirilməlidir. Eyni zamanda Ədliyyə Akademiyasının bələdiyyələr üçün tədris işi gücləndirilməlidir, onlayn tədbirlərlə yanaşı əyani və praktiki tədrisə üstünlük verilməlidir, bələdiyyələrin qabaqcıl təcrübə bazası formalaşdırılmalıdır ki, tədrisə cəlb olunan bələdiyyə üzvləri və qulluqçuları ondan tam yararlana bilsinlər. Yekun olaraq qeyd etmək istərdim ki, bələdiyyələrin birləşməsi və yeni tərkibdə formalaşaraq fəaliyyətə başlaması onların maliyyə dayanıqlığını və resurslarını artırıb, Ədliyyə Nazirliyinin inzibati nəzarəti isə bu resursların qanun çərçivəsində vətəndaşın xeyrinə istifadəsini təmin etməyə bacarıb, bələdiyyə sistemində miqdar deyil, keyfiyyət prinsipinə keçidi tam təmin edə bilib. Məruzəni müsbət qiymətləndirirəm və inanıram ki, növbəti dövrlərdə bələdiyyələr yerli səviyyədə sosial-iqtisadi inkişafa öz töhfəsini verə biləcəklər. Diqqətinizə görə təşəkkür edirəm.